Salam, hər vaxtınız xeyir. Sizi Riyaziyyat Vaxtı kanalında xoş gördük. Bugünlərim mən sizinlə tənasüb mövzusuna baxacağım. Ətraflı bu mövzu haqqında gəlin danışaq. İlk növbədə tənasüb nəyə deyilir? İki nisbətin bərabərliyinə biz tənasüb deyirik. Yəni A bölünsün B. Bu nisbətdir. C bölünsün D. Bu da nisbətdir. İki nisbətin bərabərliyi, yəni bərabər işarəsi qoysaq, gördüyümüz bu ifadə bizdə tənasüb yaradır. Tənasübün orta hədləri olur və kənar hədləri. Gəlin birlikdə qeyd edək. B və C verilmiş tənasübün orta hədləridir. A və D kənar hədlərdir. Bəzən bölmə işarəsi kəsir kimi də verilə bilər. Yəni A-nın B-yə olan nisbəti, C-nin D-yə olan nisbəti və bunlar yenə bərabərdir. Bu halda da həmçinin B və C orta hədlər olacaq. A və D isə belə işarə edəcəm, kənar hədlər olacaq. Tənasübün bir xassəsi var. Ən vacib xassələrindən biridir. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni A vurulsun D bərabərdir B vurulsun C. Bu tənasübün əsas xassələrindən biri sayılır. Gəlin indi isə tapşırıqlara keçid alaq. Bugünlərim mən sizinlə 6-cı sinifdə olan tapşırıqlara baxacağım. Gəlin birinci tapşırığa baxaq. Verilmiş tənasüblərdə kənar və orta hədləri göstərin. A variantına əvvəlcə baxaq. Bunun üçün gəlin mən altdakı tapşırığı biraz aşağı sürüşdürüm ki, bizə mane olmasın və misalların üzərində işləyə bilək. 3 və 20. Bunlar bizim orta hədlərimizdir. Bir də göstərirəm orta. 5 və 12 isə kənar hədlərimizdir. Və gəlin yoxlayaq həqiqətən. 3 vurulsun 20 bərabərdir 5 vurulsun 12. Həqiqətən 60 bərabərdir 60. İkinci tənasübə baxaq. 16-nın 56-ya nisbəti 18-in 63-ə. Demək, kənar hədlərimiz bizim olacaq 16 və 63. O deməkdir ki, 16 və 63 kənardır. 56 və 18 olacaq orta hədlərimiz. Keçid alaq C variantına. 23 və 2 olacaq orta hədlər. A və 9 olacaq kənar hədlər. Eyniliklə növbəti variantda baxaq. 39 və 4 orta hədlərdir. 12 və 13 kənar hədlər olacaq. Burada baxaq. 20 və 36 kənar hədlərdir. 15 və 48 orta hədlərimiz olacaq. Və növbətisində M-in K-ya olan nisbəti bərabərdir 18-in P-yə. Burada da həmçinin olacaq M və P olacaq kənar hədlər. K və 18 olacaq orta hədlər. Beləliklə biz verilmiş tapşırıqda orta və kənar hədləri müəyyən etdik. Gəlin indi ikinci tapşırığa baxaq. Aşağıdakı ədədlərdən tənasüb düzəldin. Biz biraz öncə tənasübün xassəsini dedik. Orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Yəni düşünək, hansı iki ədədi götürsək, bir-birinə vursaq, 2-ni 7-yə vursaq 14 eləyir. Amma 6-nı 21-ə vuranda 14 eləmir. 2-ni 21-ə vursaq 42 eləyir. 7-ni də 6-ya vuranda 42 eləyir. Ona görə 2-nin 7-yə olan nisbəti yaza bilərik və 6-nın 21-ə olan nisbəti kimi göstərə bilərik. Bu zaman 7 və 6 orta hədlər olacaq.
2 və 21 kənar hədlər olacaq. Ona görə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Həqiqətən 42 bərabərdir 42. Keçid alaq B variantına. 72, 8, 180, 20. Düşünək ki, hansı ədədləri bir-birinə vursaq, eyni hasil alınacaq. 72-nin 8-ə olan nisbətini götürsək 9 eləyir. 180-nin də 20-yə olan nisbəti 9 eləyir. Demək, eyni ardıcılıqda yaza bilərik. 72-nin 8-ə olan nisbəti bərabərdir 180-in 20-yə olan nisbəti. Orta hədlərimiz 8 və 180-dir. Kənar hədlərimiz 72 və 20-dir. Gəlin yoxlayaq. 8-i vuraq 180-ə. Bərabərdir görək 72-ni 20-yə vuranda eyni cavab alınacaq ya yox. Yəni 8-i vururuq 180-ə. 0, 64, 4 yazırıq 6 yadda. 8-i vururuq 1-ə 8, 6 da yadda 4. Bərabərdir. 0, 2-ni vururuq 2-yə 4, 7-ni vururuq 2-yə 14. Yazdıq. Demək ki, sol tərəf sağa bərabərdirsə, demək ki, tənasübü doğru sizinlə qurmuşuq. Gəlin indi sizinlə C variantına baxaq. C variantında gördüyümüz kimi kəsirlər verilib və qarışıq ədədlər. Gəlin birlikdə düşünək ki, 3-də 2-ni neçəyə vursaq, yəni hansı ədədlə qruplaşdırsaq ki, hasillərimiz bizdə eyni yenidən alınsın. Gəlin elə birinci olduğu kimi yazaq. 3-də 2-nin 1,9-da 1-ə nisbəti yoxlayaq. Ola bilər ki, yanlış olsun. 63-də 20. Birlikdə sizinlə yoxlayaq. Yəni, bu orta hədlərimizdir, bu da kənar hədlərimizdir. 3-də 2-ni vururam 63-də 20-yə. Bərabərdir. 1,9-da 1-i düzgün olmayan kəsrə çevirək. Eləyəcək. 1-i vururuq 9-da 9, 1 də üstə eləyir 10. Bu olur 9-da 10 vurulsun 21-də 4. Gəlin yoxlayaq, həqiqətən cavablarımız eyni olacaq. 2-ni vururuq 20-yə eləyir 40, 3-ü vururuq 63-ə 189. Bərabərdir. 10-u vururam 4-ə 40, 9-u vururam 21-ə 189. Sol tərəf, sağ tərəfi bərabərdirsə, deməli biz doğru tənasüb qurmuşuq. C variantı 6 tam 3-də 2, 20-də 7, 13-də 14, 2 tam 6-da 1. Gəlin düşünək ki, eyni cavabı ala biləcəyik biz sizinlə birlikdə, yoxsa yerləri dəyişməli olacaq. Bunun üçün bizə daha rahat olsun deyə birbaşa gəlin elə üstə yazacağım. 6 tam 3-də 2 düzgün olmayan kəsrə çevirək ki, ədədlər bizə daha aydın görsənsin. Yəni, buradan yazaq 3, 6-nı vuraq 3-ə, 18 üstə gəl 2, 20. Həmçinin də burada olacaq 6, 6-nı 2-yə vuruq 12, bir də üstə 13. Və indi artıq düşünə bilərik ki, həqiqətən hansı ədədləri götürsək, eyni cavab alına bilər. Gəlin olduğu kimi əvvəlcə götürək. Nisbəti 20-də 7-yə bərabərdir 13-də 14-ün 6-da 13-ə nisbəti. Yoxlayaq, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabər olacaqmı? Yəni, 3-də 20-ni vururuq 6-da 13-ə bərabərdir 20-də 7-ni vururuq 13-də 14-ə. Baxın, biz heç bu ifadəni yazmadan deyə bilərik ki, yanlışdır. Niyə? Məxrəclərə baxaq. 3-ü 6-ya vuranda 18 eləyəcək. Burada 20-ni 13-ə vuranda 260 eləyəcək. Demək ki, biz buradan qərara gəlirik ki, verilmiş variant yanlışdır. Bunun üçün, yəni bax bu yanlışdır. Yanlışdır, yəni səhvdir. Demək ki, biz onların yerlərini dəyişməliyik ki, bizdə hasillər bir-birinə bərabər olsun. Bunun üçün gəlin düşünək ki, necə qruplaşdırsaq, həqiqətən verilmiş cavab doğru olar. Yəni, hansı iki ifadəni götürsək, bizdə
eyni hasil alınacaq. 3-də 20, burada isə verilib 20-də 7. Sonra 13-də 14, bir də baxırıq 6-da 13. Düşünək ki, hansı iki ədədin hasili bizə nə verir? Misal üçün, götürək gəlin belə. 13-də 14-ü vuraq 6-da 13-ə. Və 3-də 20-ni vuraq 20-də 7-yə. Görürük ki, burada ixtisarlar aparandan sonra 6 ilə 14-ü 2-yə ixtisar edirik. Qalır 3-də 7. Və sağ tərəfə baxırıq. 20-lər ixtisara gedir. Burada da qalır 3-də 7. Bu o deməkdir ki, hal-hazırda doğrudur. Yəni, orta hədlərimiz demək ki, bizim olmalıdır və yaxud kənar fərq etməz. Mən orta yazdım. 6-da 3. Kənar hədlərimizi də yazsaq 3-də 20 ilə 20-də 7-ni bu halda doğru olacaq. Çünki bunları biz bir-birinə vurduq, orta hədləri və kənar hədləri bir-birinə vurmuş olduq. Beləliklə biz sizinlə verilmiş ədədlərdən tənasüb qurmağı öyrəndik. Keçid alaq 3-cü tapşırığa. 3-cü tapşırıqda verilmiş nisbətlər tənasüb əmələ gətirirmi sualı bizdən soruşulur. Gəlin yoxlayaq. Bunun üçün biz hər nisbətin qiymətini ayrı-ayrılıqda tapa bilərik və ya onları bərabərləşdirib tənasüb şəklində həll etmək mümkündür. Yəni, 2,8-i gəlin yoxlayaq. Bölək 0,7 bərabərdir. Vergülü keçiririk. 28-i bölürük 7-yə, cavab eləyir 4. 152-ni bölək 38-ə. Düşünək, cavab 4 olacaqmı? 4 yazsaq, 38-i vuraq 4-ə. 8-i vururuq 4-ə, 32. 2 yazırıq, 3 yadda. 3-ü vururuq 4-ə, 12. 3 də yadda, 15. Demək ki, 152-ni də 38-ə böləndə verilmiş nisbətlər tənasüb əmələ gətirir. Yəni, 2,8-in 0,7 olan nisbəti bərabərdir 152-nin 38-ə olan nisbətinə. Gəlin B variantını da eyniliklə yoxlayaq. Yəni, 11-də 6-nı bölək 22-də 3-ə. Bərabərdir yazaq. 17-də 12 bölünsün 34-də 5. Orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdirmi? Bunu yoxlayaq. Yəni, 11-də 6-nı vuraq 34-də 5-ə bərabərdir 22-də 3-ü vuraq 17-də 12-yə. Və bu cavabı gəlin birlikdə yoxlayaq. Yəni, ixtisarlar apara bilərik. Ən azından 6 ilə 34-ü 2-yə ixtisar edə bilərik. Burada olacaq 3, burada qalacaq 17. 22 ilə 12-ni də ixtisar edə bilərik. 11, burada da qalacaq 12-ni də 2-yə bölürük 6. Diqqətlə yetirin, burada 3 vur 5 qalır sürətdə. Məxrəcdə 11 vur 17. Sağ tərəfdə isə 11 vur 17 məxrəcimiz eynidir, amma sürətdə 3 vur 6-dır. Biz görürük ki, 3 vur 6, 3 vur 5-dən daha böyükdür. Yəni, sol tərəfimiz sağ tərəfə bərabər olmadığı halda demək ki, tənasüb yaranır. İndi isə həmin tapşırığın C və Ç variantlarına da eyniliklə baxaq. Yəni, 15-in 1,8-ə olan nisbəti yoxlayaq bərabərdirmi? 16-da 15-in 20-də 3-ə olan nisbətidir. Orta hədlərimiz göstərirəm, bu da kənar hədlərimizdir. Yəni, 15 ilə 20-də 3-ün hasili bərabərdir. 1,8-i gəlin yazaq 10-da 18 kimi vurulsun 16-da 15-ə. 15 ilə 20-ni ixtisar edə bilərik 5-ə. Cavab edir burada 3, burada isə 4. 10 ilə 15-i 5-ə ixtisar edək 2, burada 3. 2 ilə 18-i ixtisar edək 2-yə 1, burada 9. Nə qalır? 3-ü vuraq 3-ə, məxrəcdə 4. Sağda isə 1-i vuraq 16-ya, sürətdə 9-u vuraq 3-ə. Görürük ki, 4-də 9
16 da 27'ye bərabər deyil. Deməli, verilmiş variantdakı iki nisbət tənasüb yaradır. Və gəlin indi C variantına baxaq. 5 tam 4-də 1-in 3 tam 16-da 1-ə olan nisbətini gəlin burada bölək. Görək eyni cavablar alınacaq. 4-də 21 bölünsün 16-da 49. Yəni 4-də 21-i vururuq həmin kəsirin tərsinə, yəni 49-da 16-ya. 21-dən 49 ixtisar olunur 7-yə. 3, burada da 7. 4-ü bölürük 4-ə 1, burada da eləyir 4. Yəni 3 vurulsun 4, 1 vurulsun 7. Bu da eləyir 7-də 12. İndi ikinci nisbətə baxaq. 1 tam 19-da 11-i bölək 38-də 35-ə. Yəni 19-da 30-u bölürük 38-də 35-ə. Yəni 19-da 30-u ikinci kəsirin tərsinə vururuq. Yəni sürətlə məxrəcin yerini dəyişirik. Gəlin yeni ixtisarlar aparaq. 19-u bölürük 19-a 1, 38-i bölürük 19-a eləyir 2. 35-dən 35-i ixtisar olunur 7, burada da qalır 6. 6-nı vururuq 2-yə, 1-i də vururuq 7-yə. Yəni 7-də 12. O deməkdir ki, biz onlar arasında bərabər işarəsi yaza bilərik. Çünki verilmiş iki nisbət tənasüb yaradır. Gəlin indi növbəti 4-cü tapşırığa baxaq. Tənasübün əsas xassəsindən istifadə edərək tənlikləri həll edin. İndiyə qədər baxdığımız tənasüblərdə bütün hədlərimiz ədəd formasında verilmişdir. Amma burada artıq görürük ki, orta hədlərdən biri, yəni x və 36 orta hədlərimizdir. 6 və 30 kənar hədlərimizdir. Hədlərimizin biri dəyişənlə verilib, yəni biz tənlik alacağıq. Yəni x vurulsun 36 bərabərdir 6 vurulsun 30. X vurulsun 36 bərabərdir 180. Vuruq hasil. Vuruğu tapmaq üçün biz hasili ikinci vuruğa böləcəyik. Yəni 180-ni bölürük 36-ya. X bərabərdir 5. Orta hədlərimizdən biri 5-ə bərabərdir. Eyniliklə x və 14 kənar hədlərimizdir. 21 və 9 orta hədlərimizdir. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Bunu həmçinin uşaqlar belə də yazmaq olar. X bərabərdir, yəni daha qısa olsun deyə 21 vur 9 bölünsün 14. Və burada ixtisarlar apara bilərik və bizim ifadəmiz daha kiçik ədədlər alınacaq, daha tez vura bilərsiniz. 21-dən 14 ixtisar olunur. 14-ü bölürəm 7-yə 2. 21-i bölürəm 7-yə eləyir 3. Yəni, məxrəcdə qalır 2, burada isə 27. 27-ni 2-yə böləndə tam hissəni çıxarırıq. 13 tam eləyir 26, yəni 2-də 1. Və ya 13 tam 10-da 5 kimi yazmaq mümkündür. Gəlin növbəti 4 tənasübə də baxaq. Yəni əvvəlki tapşırığın gördüyünüz kimi davamıdır. Eyniliklə 12-nin x-ə olan hasili 7-nin 3-ə olan hasilə bərabərdir. 12 vurulsun x bərabərdir 7 vurulsun 3. Yəni 12 vurulsun x bərabərdir 21. Vuruq hasil. Məşğul vuruğu tapmaq üçün hasili birinci vuruğa bölürük. Yəni 21-dən 12-ni ixtisar edirik əslində 3-ə, eləyir 7, burada isə 4. X bərabərdir, tam hissəni çıxarırıq, 1 tam 4-də 3 bizim kənar həddimizi tapmış oluruq. C variantına keçid alaq. Y-in 16 olan nisbəti bərabərdir 3-ün 8 olan nisbətə. Y və 8 kənar hədlərdir. 16 və 3 orta hədlərdir. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni, y vurulsun 8 bərabərdir 48. Y bərabərdir 48-i bölürük 8-ə. Y bərabərdir 6 bizim kənar həddimiz olacaq. D variantında 4,9-un 0,35-i olan nisbəti bərabərdir A-nın 35-i olan nisbətə. Orta hədlərimiz 0,35 və A-dır.
Kənar hədlərimiz isə 4,9 və 35-dir. 0,35 vurulsun A bərabərdir 35 vurulsun 4,9. Gəlin vurmayaq. A bərabərdir 35 vurulsun 4,9 bölünsün 0,35. Və burada daha rahat olsun deyə biz vergülü 2 rəqəm keçirə bilərik. Burada da keçirəndə əslində bir rəqəmimiz yoxdur. Demək ki, 0-la əlavə etmiş olacaq. A bərabərdir. Yazaq. 35 vurulsun olacaq 490. Məxrəcdə isə olacaq 35. 35 ilə 35 ixtisara gedəcək. A-nın qiyməti 490 olacaq. Və E variantındakı misala baxaq. 108-in 90-a olan nisbəti bərabərdir 42-nin B-yə olan nisbətinə. 108 ilə B kənar hədlərimizdir. 90 və 42 orta hədlərimizdir. Yəni, kənar hədlərimizin hasili 108 vur B bərabərdir orta hədlərimizin hasilinə. Eyniliklə B bərabərdir 90 vurulsun 42 böyük ədədlərini işləməyək deyə gəlin ixtisarlar aparaq. 90-dan 108-i fikirləşək neçəyə bölə bilərik. İlk növbədə kimsə deyər ki, 9-a bölə bilərik. Gəlin bölək 9-a. 9-a böləndə 10 eləyir. 9-a böləndə eləyir 12. Bu deməkdir ki, biz yenidən 10 və 12-ni ixtisar edə bilərik 2-yə, 5, 2-yə 6. 6 ilə də 42-ni ixtisar edə bilərik 6-ya 1. Burada da qalacaq 7. Bu deməkdir ki, B bərabərdir 5 vur 7, cavab 35 olacaq. Bugünlük biz sizinlə tənasüb nisbət anlayışları ilə tanış olduq. Növbəti dərsdə bu mövzu ilə bağlı məsələ növlərinə baxacağım və test növlərinə. Bugünlük bu qədər. Görüşmək ümidi ilə. Sağ olun.